85-ci suala baxaq. Sualda nə deyir? 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə yalnız 3 rəqəminin təkrarlana biləcəyi neçə nöqtə 3 rəqəmli ədəd düzəltmək olar. Demək, baxın, 3-dən xətt çəkirik. 1, 3-ün birinci var. Bu hissədə olma ehtimalı yazsaq. Bir ehtimal budur, düzdür. 3 əgər burada işlənibsə, birincidə baxın, 3 rəqəmi işlənibsə, bura neçə ehtimal qaldı? Digər, baxın, bu 3 dənə bura qaldı. 3 ehtimal bu. Və 3 ehtimaldan biri, məsəl üçün, 5 keçsə, 2 ehtimal da bu. 3-ün birinci variantı işlənilən yerində 6 ehtimal oldu. Sonra gələk 3-ün ikinci hissədə, baxın, burada işlənə bilər. Burada işlənsə, bura 1. Bura nə qalır? Yenə 3 ehtimal bura, 2 ehtimal bura. Burada 6. 3-ün birdə, baxın, 3-cü yerdə durma ehtimalı var, 3. Baxın, bura 1 ehtimal burada atsa, bayaqki kimi 3-ü, məsəl üçün, buradır, ikisi də buradır. 6 ehtimal bu, 6, 6, 6. Sonra, baxın, 3-ün bir dənə təkrar ehtimalını yazdıq. Gələk, baxın, 3-ün 2 dəfə təkrarlanmasın. 1, 3 burada olsun, 1, 3 burada olsa, yəni 1 ehtimal, 1 ehtimal. Burada neçə ehtimal qaldı? Burada bizdə qaldı 3 ehtimal, düzdür? 3 bu. Sonra yenə 3-ün baxın, 1 burada yazıla bilər, 1 də burada yazıla bilər. 3 burada yazıldı, burada yazıldı. Burada neçə ehtimal var? 3 ehtimal, baxın, burada var. 1, 1, 3 oldu. Bir də 3-ün, baxın, burada, biri burada olub işlənə bilər, bir də burada olub işlənə bilər, təkrarlana bilər. 1 ehtimal burada, 1 ehtimal burada. Amma 5, 8, 6, 3 ehtimal da bura. Bu da elədi mi bizə? 3. Düzdür. Bu üçün burada yerin bura qoymayaq. Buna ehtimalını yazaq ki, baxın, burada da 3 ehtimal. Yəni 5, 8 ya 6 ola bilər. 3, 3, 3. Sonra bir də burada deyir, yalnız 3 təkrarlana bilər. Baxın, 3-ün birinci yerdə təkrarlanmasını yazdıq. Bir dəfə təkrarlanmasını yazdıq. 2 dəfə təkrarlanmasını yazdıq. Bir də 3 dəfə təkrarlana bilər də. Yəni, belə deyimdə, birincidə də 3 yazılsın, ikincidə də, üçüncüdə də. Bir ehtimal, bir ehtimal, bir ehtimal. Bu da ümumi bizə bir ehtimaldır, bu bir. Bir də burada demir ki, 3 mütləq təkrarlanmalıdır. 3-ün heç təkrarlanmayan variantı da var. 3-ün heç təkrarlanmayan variantı necə olar? Baxın, olar. 3-dən xətt çəkək. 5, 8, 6, 3 ehtimal burada ola bilər. 2, bu da 1. Bu da cəmi neçə verdi? 6. Toplayaq. 6 dənə 4-ün 24 ehtimal bu. Bu 9. 24 üstə gəl 9. Bu da 1. Üstə gəl 1. Elədir 34 ehtimal. Bu misal cavabımız olur 34. Bir də işləyində fikir verin. Burada deyir, yalnız 3 rəqəminin təkrarlana biləcəyi. Yəni demir ki, 3 heç təkrarlanmasın. Yəni deyir, 3 təkrarlana da bilər, təkrarlanmaya da bilər. Artıq sən özün fikirləşməlisən ki, 3-ün bir dəfə təkrarlandığı ehtimalları, 2 dəfə təkrarlandığı ehtimalları, 3 dəfə təkrarlandığı və heç təkrarlanmadığı da baxın buydu.